Sən aydın oldu mənim fikrim, yoxsa yox? Mənə aydındır sizin fikriniz. Mənə aydınlıq niyə gətirilmədi? Söhbət odur. Sən ağıllı olsan, şuurlu insan olsan, mən dediklərimi beynivə yaxşı həkk eləyərsən. Aydın. Sizin əməkdaş idi, yoxsa sizin... Bəli. Mən əməldə eləyirəm. Adınız... Mən sənə bax deyirəm. Qardaş, sizin... Mən sənə xəbərdarlıq eləyirəm. Eşidirsən məni? Adınız nədir? Eşidirsən məni ya yox? Eşidirəm də qardaş, adınız nədir sizin? Mən sənə xəbərdarlıq eləyirəm ki, bax sənin anağı, bacın, yaxınların hamısı səviyyəsiz şəkilləri çəkilir, səviyyəsiz vəziyyətdə saxlama. Nə bilim ki, kimsiz? Başa düşdün, ürəyində harı istəyir, get şikayət elə, cəhənnəmə elə, görə elə, onun fərqi yoxdur. Mənim şikayətim onsuz da baxılır ki, güya ki... Yəni, Azərbaycanda hansısa bir şikayətə baxılır ki, Azərbaycanda... Heç nəyə də baxılmır. Heç nəyə də baxılmır. Ona görə də sənin kimlərinə belə... Hə. Sənin kimlərinə ona görə verilibdir belə şey ki, sən belə danışırsan məndən. Şikayətə baxılsaydı, sənin kimlər mənimlə belə danışa bilməzdi. Boş danış belə. Sən kimi elə haram olsun Azərbaycanın çörəyi ki, sən Azərbaycanın çörəyini... Azərbaycanın çörəyi? Azərbaycanın çörəyi deyil, o hakimiyyətin çörəyinə tüpürün. O hakimiyyətdən gələn çörəyə tüpürün. Mənə bax, boş danışma, mənə bax. Mən sənə dediyim aydın oldu, sən fikirləşməyin, ya yox. Axır əvvəl gedəcəksiniz sanmız, deyanın. Mən sənə bax deyirəm, elə eləmə ki, sənin anan, bacın, qardaşın, nəslin, kökün pis vəziyyətdə qalsın. Ancaq şərəfsizlik gəlir əlimizdən. Şərəfsizlik səndən gəlir. O şərəfsizlikdir. O qəhbəlikdir, kişiyə yaraşmayan bir hərəkətdir. Sən qorxaq sənsən ki, böyle durub boş-boş. Mən qorxaq deyiləm, mən... Bax, sənə deyirəm, əməldə sənin anağı, bacığı, əzizivi, qardaşığı pis-pis vəziyyətdə, pis-pis şəkildə, pis-pis əlaqədə eləyib, verdirəfərəm, onda sən bilərsən. Deyirəm də, bütün harda şərəfsiz hərəkətlər var, ancaq sizdən çıxır. Sən mənə başa düz. Anavın, bacığın, qardaşının, yaxınının, namusunun, qeyrətinin pis-pis şəkillərini, pis-pis vəziyyətdə görmək istəmirsənsə, bu YouTube-da... Kişilikdir mi bu? Başa düşdün, sənə mən dedim. Hə, aydındır. Mən sənə dedim. Aydın oldu sənə? Aydındır. Onsuz da mənə bilirdim ki, bu belə şərəfsiz onsuz da zənglər gələcək. Şərəfsiz sənə ki, sən belə danışma, səndən yaxşı danışma. Danışırsan, bayaqlarım gördüm nətə danışırdın məndən, söyüşlə danışırdın. Mən səndən yaxşı danışıram, şərəfsiz. Bayaqlarım söyüşlə danışırdın məndən. Səni dedim, əgər anavın, bacığın, yaxınlarının o pis-pis şəkillərini, əziyyət olmamanı istəmirsənsə, əziyyət eləmsiniz də ağıllı. Haran əməkdaşsan sən? Sən başa düşdün məni? Haran əməkdaşsan sən? Sən mənə başa düşdün ya, yox? Mən səni başa düşmədim. Mən də deyirəm, sən haran əməkdaşsan? Bir deyirəm görüm. Başa düşmədin ki? Yox, başa düşmədim. Onların olunmasını istəyirsən ondan. O şərəfsizlik sizin əlinizdə bir vuraq birdir. Şərəfsizlik sənsən, onlar başa düşür. Mən də deyirəm də, ancaq şərəfsizlik ancaq sizin əlinizdən elə şeylər gələr.